hakkında uğrunda öldüğüm kal. Neler anacan? Suratlarım necədir? Başsız qalan yurt, yuvan, uşaqlarım necədir? Sil onların gözünü, özündə çir daha. Çox ağlam mənim üçün, atıb gedər Allaha. İndi bilsən hardayam, məni itirdiyinə bəlkə də heç yanmazsan. Bura bir gözəldir ki, görməsən inanmazsan. Hər tərəfim gül, çiçək, hər tərəfim bağça var. Məndən nigaran qalma, sən özünə yaxşı bax. Tək deyiləm ki burada. Mənimlə eyni vaxtda döyüşə şehid olan 11 nəfər var deyə. Hamımız bir yerdəyik. Əskər, zabit, hamısı ən yuxarı başladı. Burada hamı eynidir. Hamı eyni rütbədə, hamı eyni yaşadır. Yuxumda görmədiyim dağ, dəniz də buradadır. Xalqın qəhrəman oğlum bariz də buradadır. İndi oğlum hardadır, necədir, neyniyir görən? Bilirəm, bu fikirlər səni rahat bıraxmır. Valla nicara qalma. Mələklər də pis baxmır. Qulluğunda dururlar Allahın əmri ilə. Hələlik, sən ona, harada adın çəkilsə, fəxr edib gülərsən. Bax burada öz yanında sənə yer saxlamışam. Gözləyəcəm, gələrsən. Gözləyəcəm, gələrsən. Sevimli şahitler. Biz bugün burada yalnız bir tarihi qeyd etmirik. Biz bugün milletimizin yenilmez ruhunu, gürurunu, vətən sevgisini anırıq. Bugün zəfər günüdür. Bugün övladları olan vətən həmişə qalib olmalıdır. Yəni, bu uşaqlar bizdən də ürəklidirlər, bizdən də sərbəstdirlər. Yəni, buradan bəyan edə bilərik ki, bizim sabahımız əmin əllərdir.